Salam hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Biz bugün sizinlə coğrafiya fənni üzrə sınaq toplusundan biosfer bölməsinin izahına baxacağıq. Deməli, birinci sualda bizə deyir ki, xəritə sxemdə rəqəmlərlə göstərilmiş ərazilərə uyğun gələn təbii zonaları müəyyən edin. Biz bir rəqəmi görsək, görə bilərik ki, Cənubi Avropa ərazisinə qoyulub bir nöqtəsi və bilirik ki, biz Cənubi Avropada Codyarpaqlı həmişəyaşıl meşələr geniş yayılıbdır və ona görə bir rəqəminə gedəcək C. 2 rəqəminə diqqət yetirsək, görərik ki, bura subtropik zonadır, musson zonasıdır. Ona görə də musson olan ərazilərdə təbii ki, musson meşələri və yaxud da dəyişkən rütubətli meşələr yayılır. Ona görə 2 D. 3 rəqəminə biz diqqət yetirsək, görə bilərik ki, bura əsasən mülayim kontinental iqlim tipidir. Ona görə də mülayim kontinental tipində, kəsin kontinental tipində iyniyarpaqlı, yəni tayqa meşələri yayılır. Ona görə 3-ə A. 4 rəqəminə baxsaq, görə bilərik ki, bu plato ovalığıdır. Burada da subtropikin çöllər zonası, yəni pampa ərazisi yerləşir. Ona görə 1-ə gedəcək C, 2-ə gedəcək D, 3-ə gedəcək A, 4-ə gedəcək B. Birinci sualımızın düzgün cavabı D bəndi olacaqdır. İndi isə ikinci sualımıza baxaq. Demək, ikinci sualda bizə qeyd edir ki, Euler-Viy diaqramına uyğun gələn bəndləri müəyyən edin. Tundra qileyli, qırmızı, sarı. Biz ilk öncə bilməliyik ki, tundra qileyli torpaqları tundra zonasında yayılır. Yəni subarktik iqlim tipinə aiddir. Qırmızı, sarı ferral torpaqlar isə deməli ekvatorial meşələrdə, yəni ki, ekvatorial iqlim qurşağında yayılmışdır. Birə deyir ki, ifrat rütubətlənmə şəraitinə malikdir. Biz bilirik ki, qütb ətrafı ərazidə buxarlanma zəifdir. Yəni, buxarlanma qabiliyyəti aşağıdır. Ona görə rütubət kifayət qədər çoxdur, yağıntı az düşsə də. Ekvatorial ərazilər isə yağıntı çox düşdüyü üçün bu ərazilərdə də rütubətlilik çoxdur. Ona görə 1 ortağa gedər, 3-ə 1. Aha. Əsas iqlim qurşağında yerləşir. Burada əsas iqlim qurşağında yerləşən təbii ki, ekvatorial iqlim qurşağında yerləşən qırmızı, sarı ferrari torpaqlar. Ona görə 2 gedəcək 2-yə. Aha. Əsasən ot bitkiləri altında yaranır. Bu tundra qileyli olar təbii ki. 1-ə gedər 3. Aha. Yayıldığı ərazilərdə bataqlıqlara rast gəlinir. Bu hər ikisinə aiddir. Çünki yenə deyirəm, ekvatorial ərazilər yağıntı çox düşdüyü üçün, qütb ətrafı ərazilərdə isə buxarlanma qabiliyyəti az olduğu üçün burada bataqlıqlar yarana bilər. Ona görə də 4 gedəcək ortağa. Sonra 5-ə baxaq. Keçid iqlim qurşağında yerləşir. Təbii ki, tundra subarktikdə də deyək, keçid iqlimdədir. 1-ə gedəcək 5. Aqroiqlim ehtiyatları çox olan ərazidə yaranır. Əlbəttə ki, aqroiqlim ehtiyatları ekvatorial zonada çox olar. Demək, sualımızın cavabı belə olacaq. 1 olacaq 3-5, 2 olacaq 2-6, 3 olacaq 1-4. Yəni, sualımızın düzgün cavabı D bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Deməli, 3-cü sualda bizə deyir strukturlu torpaqlar, struktursuz torpaqlar. Biz bilirik ki, səhralarda, yarım səhralarda, həmçinin qütbə çox yaxın olan ərazilərdə torpaqların məhsuldarlığı o qədər də çox deyil. Yəni, məhsuldarlıq aşağıdır. Amma çöllər zonasında, meşələr falan zonasında isə, enliyarpaq meşələr falan zonasında torpaqlar kifayət qədər məhsuldardır. Ona görə bizə struktursuz deyirsə, birinci strukturlu deyir daha doğrusu. Biz burada qara torpaqları seçərik 2. Qəhvəyi meşə torpaqlarını seçərik 3. Qonur meşə torpaqlarını seçərik 5. Çünki həm meşə torpaqları, həm də çöl zonasının torpaqları, yəni bunlar mülayim iqlimə, subtropik iqlimə düşür deyə, həm də aqroiqlim ehtiyatları da zəngindir, həm də strukturlu torpaqlardır. Struktursuz torpaqlara biz podzol torpaqları əlavə edə bilərik. Çünki məhsuldarlığı az olan torpaqlardır. Daha sonra bir də tundra qileyli, bu da qütb ətrafı ərazidə, soyuq ərazidə yayılıb deyə, bu da struktursuz torpaq olacaq. Ona görə 1 olacaq 2, 3, 5, 2 olacaq 1, 4. Demək, 3 olacaq 1-ə 2, 3, 5. Yəni, sualımızın düzgün cavabı olacaq B bəndi. 4-cü sualımıza baxaq. Bizə deyir ki, ifrat rütubətlənmə şəraitində yaranan torpaqlar.
Bu da ifrat rütubətlənmə təbii ki, meşələr zonasında, qütb ətrafı ərazilərdə ola bilər. Qara torpaqlar çöllər zonasında yayılıbdır. Biz bunu götürə bilmərik. Ona görə bir düzgün olmaz. Qırmızı sarı ferrali torpaqlar, bəli, ekvatorial ərazilərdə biz bilirik ki, kifayət qədər yağıntı çox düşür. Şabaldı torpaqlar çöllərdədir. Çöllərdə də rütubətlənmə əmsalı 0,6-0,7 bu aralıqdadır. Ona görə burada ifrat rütubətlənmə yoxdur. Podzol torpaqlar, bəli, mülayimin soyuq kontinental ərazisindədir deyə, buxarlama qabiliyyəti zəifdir deyə, burada rütubətlənmə çox ola bilər. Həmçinin tundra qleylidə qütb ətrafı ərazidir deyə, burada buxarlama qabiliyyəti zəifdir deyə, rütubətlənmə şəraiti çox olacaqdır. Ona görə sualımızın düzgün cavabı 2, 4 və 5 olacaqdır. Yəni A bəndi. 5-ci sualımıza baxaq. Deyir, xəritə sxemdəki rəqəmlərə əsasən torpaq tiplərini müvafiq olaraq müəyyən edin. Biz bir rəqəminə diqqət yetirsək, görərik ki, Avstraliyanın şimalı, yəni ki, subekvatorial ərazidir. Subekvatorial ərazilərdə də əlbəttə ki, yayılıb qırmızı qonur torpaqlar. Ona görə biz burada 1-ə B-ni götürə bilərik. 2 rəqəminə diqqət yetirsək, bura Ərəbistan ərazisi səhralıq zonadır, Ərəbistan yarımadası və buranın da torpaqları təbii ki olacaq boz qonur. 3 rəqəminə diqqət yetirsək, deməli, biz 3 rəqəminə baxsaq, görə bilərik ki, bura əsasən çöllər zonasıdır. Çöllər zonasında həm qara, həm də şabaldı torpaqlar ola bilər. İndi burada əlbəttə ki, qara torpaqlardır. Ona görə 3-ə gedəcək A. 4 rəqəminə diqqət yetirsək, 4 rəqəmi isə meşələr zonasıdır. Qarışıq meşələr zonası, enliyarpaq və qarışıq meşələr zonasıdır. Bu da əlbəttə ki, bura gedər qonur torpaqlar, yəni D. Ona görə birinci olacaq A, yox, biri olacaq B, 2-yə C, 3-ə A, 4-ə D. Yəni 5-ci sualımızın düzgün cavabı C bəndi olacaqdır. Aha, 6-cı sualımıza baxaq. Bir xəritə sxemdə ifrat rütubətlənmə şəraitində yaranan torpaqların yayıldığı əraziləri seçin. İfrat rütubət təbii ki, yarım səhra zonalarında olmaz. Ona görə 5-i ataq, 2-ni ataq, 3-ü ataq. Çünki bu qeyd olunan ərazilərin hamısı yarım səhra zonasıdır və burada rütubətlilik kifayət qədər azdır. Amma 1, 4 bu ərazilər dağlıq ərazilər olduğu üçün, yəni buxarlama qabiliyyəti az olduğu üçün, 6-da isə yağıntıların, Lənkəran zonasının yağıntıların çox düşdüyünə görə bu ərazilər ifrat rütubət ərazilər ola bilər və bu torpaqlar burada yarana bilər. Ona görə 6-cı sualımızın düzgün cavabı A bəndi olacaqdır. 7-ci sualımıza baxaq. Deyir ki, yağıntıların orta illik miqdarı 600 mm buxarlanma qabiliyyəti, 9 mm, üzr istəyirəm, yağıntıların miqdarı 600, bölünsün 900-də buxarlanma qabiliyyəti olan ərazilər üçün səciyyəvi olan təbii zona və torpaq tipləri. Əlbəttə ki, biz bilirik ki, təqribən 600 yağıntı düşür, 900 buxarlanma. Bu, əsasən çöl zonalarına aid bir xüsusiyyətdir. Çöllərdə də təbii ki, torpaqları qara və şabaldı torpaqlar olacaqdır. Ona görə 7-ci sualımızın düzgün cavabı Y bəndi olacaqdır. 8-ci sualımıza baxaq. Deməli, 8-ci sualda bizə qeyd edir ki, Böyük Qafqaz dağlarında soyuq iqlim tipi şəraitində formalaşan landşaft və torpaq tipini müvafiq olaraq müəyyən edin. Subalp və ağçəmənlikləri, bəli, həm soyuq iqlimə, həm də dağ tundra iqliminə düşür və oranın torpaqlarda çimli, torflu, ibtidai dağ çəmən torpaqları ola bilər. Ona görə elə sualımızın düzgün cavabı A bəndi olacaqdır. Sonra bizə deyir ki, orta miqyaslı qlobusda Bakı şəhəri və onun 180 dərəcəli azimutda yerləşən A məntəqəsi arasında məsafə 4,44 cm-dir. Biz buradan deməli tapa bilərik ki, həqiqi məsafə bərabərdir xəritə üzərindəki məsafə vurulsun miqyası. Buradan da həqiqi məsafə bərabərdir. Bizə xəritə üzərindəki məsafəni verib 4,44. Orta miqyaslı qlobusda 1 bölünsün 50 milyon miqyasa malikdir. Buradan da 5 sıfır atsaq 500 qalar. 44,44-ü 500-ə vursaq, demək 4,44-ü bir dənə burada vuraq, 4
%44 vuraq neçəyə? 500-ə. Bu deyilir 2220. Demək, həqiqi məsafədə oldu 2220 kilometr. İndi biz burada diqqət yetirək, ekvator xəttimizi çəkək, Greenwich xəttimizi çəkək, Bakı şəhərin enliyini qeyd eləyək, 40 dərəcə şimal enliyi, deməli şimal enliyi. Sonra biz buradan 180 dərəcəli azimutla 2220 kilometr. Biz 180 dərəcəli azimutla gəliriksə, deməli meridian üzərində hərəkət edəcəyik deyə bu məsafəni 111-ə bölərik, eləyər 20 dərəcə. Yəni mən 20 dərəcə cənuba gəlsəm, təqribən gəlib çıxarım 20 dərəcə şimal enliyinə. 20 dərəcə şimal enliyi və 50 dərəcə şərq uzunluğu demək bu hardasa Ərəbistan yarımadasına düşə bilər də təqribən. Çünki bax bu şəkildə də diqqət etirsək, Azərbaycanın sırf cənubda bu Ərəbistan yarımadasına düşə bilər. İndi bu yarımadaya aid olan bizdən xüsusiyyətləri istəyir. Demək biz bilirik ki, bura səhralıq zonasıdır. Səhralarda əkinçilikdə dəmiyə ola bilməz. Dəmiyə suvarılma olmadan əkinçilikdir. Bəli, bu səhralar ərazisində boz torpaqlar ola bilər. Zəngin bitki örtüyünə malikdir. Xeyr, səhralar bitki örtüyünə mərhumdur. Humid yox, əlbəttə ki, quraq iqlimdir. Tropik səhra landşaftı yayılıb düzdür və bu ərazilərdə günəş zenitdə ola bilər. Ona görə sualımızın düzgün cavabı D bəndi 2, 5 və 6 olacaqdır. 10-cu suala baxaq. Rütubətlənmə əmsalı, təbii zona və torpaq. Səhralarda bəli, rütubətlənmə əmsalı 0,2 ola bilər. Torpaqlarda boz qonur ola bilər. Ona görə 1 tamamilə doğrudur. Çöllərdə rütubətlənmə əmsalı 0,6, 0,7 olar. 2 olmaz. Meşələrdə 1,2 və qonur torpaqlar bəli. Meşələrdə əslən rütubətlənmə əmsalı vahiddən böyük və yaxud da vahidə bərabər olur. Tundrada buxarlanma qabiliyyəti zəif olduğu üçün rütubətlənmə əmsalı vahiddən böyük olmalıdır. Tayqada isə şabaldı torpaqlar yox, padzol torpaqlardır. Ona görə sualımızın düzgün cavabı 1, 3, yəni ki, A variantı olacaqdır. 11-ci suala baxaq. Doğru sıraları müəyyən edin. Su, biz bilirik ki, təbii komponentlər birləşərək təbii komplekslər yaradır. Təbii komplekslər təbii zonalardır. Düzdürmü? Və hər bir təbii zona, yəni hər bir təbii kompleks müəyyən bir təbii komponentlərdən, sudan, torpaqdan, bitkidən, heyvanlardan və s. təşkil olunmuşdur. Yəni təbii komponent daha kiçik, təbii kompleks daha böyük bir anlayışdır. Su əlbəttə ki, təbii komponentdir. Bu tamamilə doğrudur və burada komponentə qabağına plus qoyub deyə düzdür. Meşə təbii komponent yox, təbii kompleksdir. 2 səhvdir. Tayqa bəli, təbii kompleksdir. Tamamilə doğrudur. Ağac təbii kompleks yoxdur, təbii komponentdir. Suxur təbii kompleks yox, təbii komponentdir. Hava təbii komponent ola bilər. Bəli. Ona görə sualımızın düzgün cavabı olacaq 1, 3 və 6. Yəni C variantı. 12. Məntiqi ardıcılığı müəyyən edin. Torpaqlar şoranlaşır, qurut sularının səviyyəsi artır. Kollektor drenaj şəbəkəsi yaradılır, suvarma aparılır, qurut sularının səviyyəsi aşağı düşür. Bu DİM test toplusunda da olan bir sualdır. Əlbəttə ki, burada ilk öncə torpaqlar suvarılır, düzdürmü? Torpaqlar suvarıldığı üçün yerin altına sular sıza və qurut sularının səviyyəsi qalxa bilər. 2. Qurut sularının səviyyəsi qalxdıqda o torpağı nə eləyəcək? Şoranlaşdıracaq, sonra gələcək 1. Sonra bu suların səviyyəsini aşağı salmaq üçün təbii ki, drenajlar quraşdırılacaq, kollektora sular axıdılacaq və təbii ki, qurut sularının səviyyəsi sonda aşağı düşəcəkdir. Ona görə 4, 2, 1, 3, 5 olacaqdır. On üçüncü suala baxaq. Deyir ki, coğrafi təbəqənin inkişafının müasir mərhələsi üçün səciyyəvidir. Biz bilirik ki, coğrafi təbəqənin inkişafının müasir mərhələsi ən son mərhələdir və bu dövrdə insanın təsiri təbiətə həddən artıq çox artmışdır. Bir də deyir ki, ətraf mühitə antropogen təsirin güclənməsi tamamilə doğrudur. Endogen proseslərin fəallığı xeyr, bu yanlışdır. Yer səthinə kosmik təsirin güclənməsi əlbəttə ki, müasir dövrdə kosmik yer səthinə kosmik təsir əslində
yəni lap qədim dövrlərdən də olub. Məsələn, meteoritlərin falan yer səthinə doğru gəlməsi. Ona görə biz bunu götürə bilmərik. İstixana effektinin artması doğrudur. Yəni təbiətin insanlar tərəfindən çirkləndirilməsi və istixana effektinin yaradılması. Təbii landşaftların sayəsinin azalması əslində bu da ola bilər. Çünki insanlar təbii landşaftları süni landşaftlarla əvəz edir. İqlim dəyişikliyi ilə bağlı quru sahəsinin genişlənməsi bu təbii ki yanlışdır. Ona görə sualımızın düzgün cavabı 1, 4, 5, yəni ki C variantı olacaqdır. Daha sonra biz 14-cü sualımıza baxaq. Deyir ki, buz səhralarının və vahələrin rast gəlindiyi ərazilər. Buz səhraları təbii ki, qütb ətrafı ərazilərdə, vahələr isə səhralarda. Düzdür, qütblər də vahələr ola bilər, amma burada yəqin ki, bizə səhraların vahələrini istəyir. Biz bilirik ki, vahələr səhralarda yeraltı suların yer səthinə çıxdığı və təbiətin canlandığı ərazilərə deyirik. Orta Sibir yaylası, Almaniya, Polşa ovalanda ümumiyyətlə buz səhrası ola bilməz. Heç Orta Sibirdə də buz səhrası biz deyə bilmərik. Buz səhraları əslində qütb ətrafı ərazilərdə Şimal Buzlu okeanında, Qrenlandiyada, Antarktidada yayılmışdır. Yəni B bəndində Saxalində ola bilməz, C bəndində Falkland adasında ola bilməz, D bəndində İslandiya adasında olmaz. Y bəndinə baxırıq. Bəli, Şimal qütb dairəsinə yaxın Baffin torpağı və Ellesmere adaları. Bunlar təbii ki, qütbə yaxın ərazilərdir deyə burada buz səhraları ola bilər. Afrikanın şimalı və Ərəbistan isə quru səhralar olduğu üçün orada vahələr yarana bilər. Yəni sualımızın düzgün cavabı Y bəndi olacaqdır. Demək, sxemə əsasən uyğunluğun düzgün olduğu variantları bizdən istəyir. Demək, 1. Ekvatorial, rütubətli ekvatorial məşqlər torpaqlarda qırmızı ferralit, əslində qırmızı sarı ferralit desək daha düzgün olar. Bunu götürərik. Mülayimdə iynəyarpaqlı meşələr, iynəyarpaqlı meşələrdə qonur yox, podzol torpaqlardır. Getdi. Subtropikdə səhra və yarım səhralarda boz torpaqlardır, olmaz. Subtropikdə zodyarpaqlı meşələr və qəhvə tamamilə doğrudur, 4-ü də götürərik. Subarktikdə tundra deməli podzol yox, tundrada podzol yox, tundra qleyli olmalıdır. Subekvatorialda savanna, bəli, qırmızı qonur torpaqlar olar. Ona görə sualımızın düzgün cavabı 1, 4 və 6, yəni A bəndi olacaqdır. Növbəti sualımıza baxaq. Deməli 16-cı sual. Deyir ki, xəritə sxemdə enlik zonalığın aydın müşahidə edildiyi ərazilər, yəni biz dağlıq yox, düzənli əraziləri seçməliyik. Ona görə də bir rəqəmi ilə Avstraliya ərazisi verilib, yəni bura düzənli ərazidir. Tamamilə doğrudur. Biri seçərik. 2 rəqəmi ilə Kordilyer dağları verilib, götürmərik. 3 rəqəmi ilə Himalay dağları verib, götürmərik. 4 rəqəmi ilə, bəli, Amazon ovalığı düzənli ərazi götürərik. 5 rəqəmi ilə bəli, düzənli ərazi götürərik. 6 rəqəmi isə Kordilyer dağları götürmərik. Ona görə sualımızın düzgün cavabı A bəndi 1, 4 və 5 olacaqdır. 17-ci sualımıza baxaq. Adalarla bağlı uyğunluğu müəyyən edin. Böyük Britaniya, Kalimantan, Baffin. Rütubətli ekvatorial meşələr təbii ki, Kalimantan adasında ola bilər. Ona görə 2-yə A. Baffin torpağı qütb ətrafı ərazi olduğu üçün orada tundra və meşə tundra zonası yerləşə bilər. B. Böyük Britaniya isə mülayim dənizdədir və orada qarışıq və enliyarpaqlı meşələr yayıla bilər. C. Ona görə 1-ə C, 2-ə A, 3-ə B olacaqdır. Sualımızın düzgün cavabı B bəndi. 18-ci suala baxaq. Deyir ki, Azərbaycanın bitki örtüyünə aid olmayan fikri müəyyən edin. Bitki örtüyü hündürlük qurşaqlığına uyğun paylanmışdır. Yəni Azərbaycanda həm hündürlük, həm də enlik üzrə, yəni bitkilər dəyişir, amma hündürlük üzrə şaquli zonalıq özünü daha çox göstərir. Ona görə A bəndi tamamilə doğru. B bəndi düzən meşələrində qaraçöhrə və fıstıq. Xeyr, bu fıstıq falan bunlar hamısı dağlıq meşələr üçün səciyyəvidir. Ona görə elə bizdən səhv fikri istəyir deyə. 18-ci sualda səhv fikir B bəndi olacaq. D bəndində endemik və relik bitkilər növləri yayılıb. Bəli, Azərbaycanda relik və endemik bitkilər var. Yüksək dağlıq ərazilərdə ap çəmənlikləri, bəli, ap çəmənlikləri yüksək dağlıq ərazilərdə mövcuddur. Tuqay meşələrində söyüd, qovaq kimi ağaclar bitir. Söyüd, qovaq kimi ağaclar əlbəttə ki, bitməz. Y bəndi səhvdir. 19-cu suala baxaq. Deməli, qarışıq meşə. Yəqin ki, bizə birinci qarışıq meşənin
yayıldığı iqlimi istəyir. Çünki variantlara baxsaq, birdə ancaq iqlim qurşaqları yazılıb. Ona görə bəli, biz birə mülayim yaza bilərik. Aha, bizə təbii zona istəyirsə qarada çöldür, yəni 2-yə çöl yaza bilərəm. Demək 1 mülayim, 2 çöl, yəni A bəndi uyğun gəlir. Qarışıq meşə, polşa. Qarışıq meşələrdə əsasən çimli podzol. Əsasən çimli podzoldur, amma yəni qarışıq da deyə burada enli yarpaqlı ağaclar da olduğu üçün qonur meşədə deyə bilərik. Yəni amma əslində çimli podzol yazılsaydı daha düzgün olardı. Sonra çöllərin yayıldığı ölkə istəyir. Hə, burada Qazaxıstan verib. Qazaxıstanda da bəli, çöllər zonası kifayət qədər çoxdur. Ona görə də sualımızın düzgün cavabı A bəndi olacaqdır. 20-ci suala baxaq. Verilən iqlim diaqramına aid olan ərazi üçün səciyyəvi əlamətdir. Demək, biz buna diqqət yetirsək, havanın temperaturu il boyu demək olar ki, istidir. Yağıntıları isə yay aylarında çox düşübdür. Deməli, və şimal yarımkürəsindədir. Gördüyümüz kimi, bu şimalın subekvatorial iqlimi olar da, düzdürmü? Subekvatorial iqlim qurşağı olar. İl boyu su varmaya ehtiyac var? Xeyr, il boyu su varmaya ehtiyac yoxdur, çünki yay ayları yağıntılıdır. Boz qonur torpaqlar, burada yox, qırmızı qonur torpaqlar olmalıydı. Qütb gecə gündüzləri müşahidə olunur. Xeyr, burada qütb gecə gündüzləri əlbəttə ki, olmaz. Çünki bura ekvatora yaxın ərazidir. Qütb ulduzu görünür, bəli, çünki şimal yarımkürəsində qütb ulduzunu görmək mümkündür. Aqroiqlim ehtiyatları ilə yaxşı təmin olunub, bəli, çünki bura kifayət qədər günəş işığı alır, 5-də doğrudur. Biomüxtəlifliyi çoxdur, bəli, burada təbii ki, canlı aləm zəngin olacaqdır. Ona görə sualımızın düzgün cavabı 4, 5, 6, yəni D bəndi olacaqdır. 21-ci suala baxaq. Deyir, Böyük Qafqaz dağlarının sxeminə əsasən A nöqtəsinə aid olan əlamətləri müəyyən edin. Biz bilirik ki, 800-dən 2000 metrə qədər olan ərazilərdə meşələr yayılır. İndi bizə meşələrə, dağ meşələrinə aid olan xüsusiyyətləri istəyir. Ab çəmənliklərində yuxarıda yox, aşağıda yerləşir, səhvdir. Kimyəvi və üzvü aşınmaya məruz qala bilər, çünki burada canlı aləmdə çoxdur. Yəni kifayət qədər yağıntı da var. Dağ çəmən torpaqları üstünlük təşkil edir. Yox, dağ meşə torpaqları yazsaydı daha düzgün olardı. Səpələnlər radiasiyanın payı üstündür. Bəli, bura hündürlüyə doğru bulduluq artdığı üçün səpələnlər radiasiya özünü göstərəcək. Əkinçilik ancaq suvarma yox, bu ərazilərdə suvarma ehtiyac yoxdur. Burada dəmiyə əkinçiliyi olar. Dağ meşələri yayılmışdır, tamamilə doğru. Yəni sualımızın düzgün cavabı 2, 4 və 6, yəni A bəndi olacaqdır. Sonra bizə Milli Park və Qoruq yerləşdiyi təbii vilayət iqlim tipi. Zaqatala 1. Zaqatala biz bilirik ki, yerləşir Böyük Qafqazda 3 və buranın da iqlim tipi olar nə? Zaqatala əsasən bu soyuq iqlimə düşər də. Soyuq, yəni B. 2. Bəsit çay Zəngilandadır. Yəni Kiçik Qafqaza düşür. Burada da yəqin ki, mülayim isti biz götürəcəyik. Bəli. Mülayim isti olar. Üçüncüsü isə Zəngəzur. Bu Naxçıvanın yüksək, yəni Zəngəzur silsiləsindədir. Bu orta Araz aydılar 2 və Daxtundra iqlimi olar A. Demək 1-ə 3B, 2-ə 1C, 3-ə 2A, yəni sualımızın düzgün cavabı Y bəndi olacaqdır. 23. Azərbaycanda boz qonur, boz çəmən torpaqlarının yayılmadığı. Şirvan düzü yarım səhradə yayılar, Qanağayırçay da düzən meşələrdir. Yəni allüvial çəmən meşə torpaqları olar. Lənkəranda sarı torpaqlar olar. Burada düzən meşələridir. Geyən düzü bəli yarım səhradır olar. Muğan düzüdür olar. Bizə Azərbaycanda boz qonur torpağın yayılmadığı torpaqlar istəyirsə, təbii ki 2 və 3 sualımızın düzgün cavabı olacaqdır. Sonra 24-ə baxaq. Deyir ki, xəritə sxemlə əsasən biomüxtəlifliyin zəngin olduğu ərazilər subekvatorial, subtropik, ekvatorial bu ərazilər seçilir. Amma tropik ərazilərdə, yəni səhralarda, qütbətrafı ərazilərdə isə biomüxtəliflik zəngin olmaz, yəni zəif olar. Zəngin olanlara baxaq. Məsələn, bir nöqtəsi hanı? Bir Avstraliyanın mərkəzi səhralıqdır. Burada bioaləm müxtəlif olmaz. 2 bəli, ekvatorial, subekvatorial zonaya düşür. Burada əlbəttə ki, biomüxtəliflik zəngin olar. 2-ni seçərik. Sonra biz buradan deməli 3 hanı? 3. Hə, 3 dağlıq ərazidir. Əlbəttə ki, burada da biomüxtəliflik çox da zəngin olmaz. Daha sonra 4 qütb ətrafı ərazidir. Biomüxtəliflik zəngin olmaz. 5 bəli, bu da ekvatora yaxın ərazilərdir. Biomüxtəliflik
zəngin olar. Hə, 6 da bu da yəni musson ərazilərdir və burada da canlı aləm zəngin olar. Ona görə sualımızın düzgün cavabı 2, 5 və 6 olacaqdır. 25-ci sualımıza baxaq. Deyir, xəritə sxemə əsasən landşaft inversiyasının intrazonal və texnogen landşaftların yayıldığı əraziləri müəyyən edin. Landşaft inversiyası biz bilirik ki, Talış dağlarındadır. Ona görə birinci gələcək 5. İntrazonal landşaft, yəni ki, düzənlik ərazilərdə meşələrin bitməsi, bu Lənkərandadır, Qanağayri çaydadır, Samurdəvəçi, Şollar, Qarayazı və burada da Qanağayri çayı verib 6 ilə götürək. Texnogen isə əsasən sənaye sahələrinin inkişaf etdiyi ərazilərdə olur, bu da 2. Yəni sualımızın düzgün cavabı 5, 6 və 2 olacaqdır. 6. Həm əsas, həm də keçid iqlim qurşaqlarında yayılmış təbii zonalar, səhra və yarım səhralar ola bilər. Çünki həm tropikdə var, həm subtropikdə var, mülayimdə var. Rütubətli ekvatoral meşələr yalnız ekvatoral iqlimdədir, olmaz, yəni əsasdadır. Zodiarpaqlı meşə və çoluqlar yalnız subtropikdədir, yəni keçiddədir, olmaz bu. İnyarpaqlı meşələrdə olmaz, çünki yalnız və yalnız mülayimdədir. Dəyişkən rütubətli meşələr isə həm subtropikdə, həm mülayimdə, həm də subekvatorialda biz görə bilərik. Ona görə sualımızın düzgün cavabı 1 və 5 olacaqdır. 27-ci sualımıza baxaq. Bütövlük, ritmilik, zonalıq. Şehin düşməsi təbii ki, bu gündəlik təşkil bir hadisədir. Ona görə bu sutkalıq ritmik hadisələrə aid olar. Musson küçəklərdə həmçinin il ərzində istiqamətini 2 dəfə dəyişir. Ona görə bu da illik ritmik hadisələrə aid olar. Sonra qida zənciri bu coğrafi təbəqəlinin bütövlüyü qanununa aiddir. Təbii zonaların paylanması əlbəttə ki, bu zonallıq qanununa aiddir. Torpaqların coğrafi enlikləri üzrə paylanması bu da əlbəttə ki, ekvatordan qütbə doğru zonal formada paylanır. Ona görə 1-ə C, 2-ə AB, 3-ə DE. 28-ci suala baxaq. Şimal yarımkürəsində bütün fəsillərin aydın müşahidə olunduğu A məntəqəsinin yerləşdiyi coğrafi enlikdə və deyir, bütün fəsillərin aydın. Yəni, bu ya subtropik ola bilər, ya da mülayim ola bilər. Çünki subtropik və mülayim iqlim qurşağında fəsillər tam aydın müşahidə edilir. Deyir, A məntəqəsinin yerləşdiyi enlikdə yay mövsümündə eynən hava, demək, yayda hava quraq olur. Qış mövsümündə isə qalxan hava, yəni yağıntı olur. Aha. Biz görürük ki, yay ilə qışı arasında fərq çoxdur. Yəni, yayda tropik hava kütlələri təsir göstərdiyi üçün quru, qışda isə mülayim hava kütlələri təsir göstərdiyi üçün yağıntılı hava olur. Deyir, şimal materiklərinin bu enlikdə yerləşən qərb hissəsində qışda, şərq hissəsində isə yayda rütubət olur. Təbii ki, söhbət subtropik iqlimdən gedir. Ona görə də bizə 28-də deyir ki, bu coğrafi enliyə aid iqlim qurşağı təbii ki, olacaq subtropik. Subtropikin də bizə deyir ki, onun daxilində formalaşan iqlim tipləri aiddir. Qərbdən şərqə doğrusu aralıq, kontinental, musson, cənub yarımkürəsində isə həmçinin bərabər rütubətli tipi də deməli mövcuddur. Amma bizə yəni təkcə şimal yarımkürəsini nəzərdə tutursa, aralıq, kontinental, musson. Amma həmçinin cənub yarımkürəsi, amma ümumi nəzərdə tutursa, amma sırf bu şimal yarımkürəsi üçün deyirdi. Ona görə aralıq, kontinental, musson, amma cənubu da soruşsaydı biz onda bərabər rütubətliyini də götürə bilərdik. Daha sonra deyir ki, bu coğrafi enliyə aid olan təbii zonalar. Təbii zonalara biz nələri aid edə bilərik? Aid edə bilərik zodiarpaqlı meşə, torpaqları qəhvəyi. Daha sonra aid edə bilərik səhra və yarım səhra, məsələn qızılqum, qaraqum, səhra və yarım səhra, torpaqları boz qonur. Aid edə bilərik çöllər. Çöllərdə təbii ki, məsələn biz qara şabalı torpaqlara rast gələ bilirik. Qara şabalıdır. Sonra cənubda Pampada qırmızı qara torpaqlarda mövcuddur. 3 dənə yazdıq. Həmçinin bundan başqa biz bura musson meşələrində yaza bilərdik, amma 3 dənə istəyir, 3 dənə kifayətdir. Deyir, bu coğrafi enliyə aid olan iqlim qurşağında formalaşan təbii zonada geniş yayılan kənd təsərrüfatı. Biz bilirik ki, Aralıq dəniz sahillərində, ümumiyyətlə Aralıq dəniz iqlim tipində əsasən nə çoxdur? Birincisi sitrus meyvəçiliyi.
Sitrus meyvəsi işte limon, portaxal və bu kimi bitkilər bitir. Ondan sonra nəyə nümunə göstərə bilərik biz? Taxılçılıq. Müəyyən qədər burada taxılçılıq da mövcuddur. Sonra nümunə göstərə bilərik, tutaq ki, Fransa falan arası üzümçülük. Həmçinin nə bilim otlaqlar kimi istifadə etmək, nə bilim qoyunçuluğun inkişafı burada mümkündür və s.